Acıların bölüşülməsi deyil, sevinclərin bölüşülməsidir dostluğu yaradan. Yıxılanda yanında olan deyil, qalxmaq üçün əl uzadan dostdur. Əsl kişi iki şey istəyər: təhlükə və oyun. Bu səbəbdən də ona ən təhlükəli oyuncaq kimi qadın lazımdır. Tox olan acın halını anlamaz deyərlər. Amma bəzən ac olan da acın halını anlamır. Səmimilikdən çətin, yaltaqlıqdan asan heç nə ola bilməz. Oxuyun və öyrənin. Ciddi kitablar oxuyun. Qalanına həyat edəcək. Gülüş ruhun heç çaşmayan aynasıdır. Yalnız uşaqlar qüsursuz bir gülüşlə gülməyə bacarırlar. Gözəl bir qadın gözə, yaxşı bir qadın isə ürəyə xoş görünər. Birincisi brilyant kimi, amma keçici. İkincisi xoşbəxtlik qədər həqiqidir. Əslində insanı ən çox incidən şey məyusluqlar deyil, yaşanması mümkün ikən yaşaya bilmədiyi xoşbəxtliklərdir. Əgər sən hədəfə doğru gedirsənsə və bu yolda sənə hər hürən itə daş atmaq üçün dayanacaqsansa, onda heç vaxt hədəfə çatmayacaqsan. Cəhənnəm insanın ürəyində sevginin bitdiyi yerdir. Həyat bir imtahandır. Lakin digər imtahanlara elə də bənzəməz. Çünki bəzən etdiyin bir səhv bütün doğrularına apara bilər. Axmaq olduğunu etiraf etmiş axmaq artıq axmaq deyil. Nə qəribədir, deyilmi? Sevdiyimiz insanın hər yalanında bir doğru, sevmədiyimiz insanın isə hər doğrusunda bir yalan axtarırıq. Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır. Məhəbbət elə güclüdür ki, bizim özümüzü də yenidən yaradır. Dünyanı gözəllik xilas edəcək. Özünə də yalan satan bir insan bir müddətdən sonra doğru ilə yalanı seçə bilməyəcək. Ürəyi olub da ağıllı olmayan bir qadın, ağıllı olub da ürəyi olmayan bir qadın qədər bədbəxtdir. Uşaqları sevən həyatı da sevər. Uşaq dünyanın ən böyük səadətidir. Tanımadığını sevmək mümkün deyil. Sevgi o qədər qüdrətlidir ki, insanları yenidən doğulmağa məcbur eləyir. Məncə şeytan deyə bir şey gerçəkdə yoxsa, insanoğlu onu uydurmuşsa, özünə baxaraq, özünü nümunə götürərək uydurmuşdur. Qadını dirçəldən, onu uçurumun dibinə qədər düşməkdən qoruyaraq, həyata yenidən bağlanmasını təmin edən yeganə qüvvə eşqdir. İstər şirin, istər ağrılı olsun,
Xatirə insana həmişə əzab verər. İnsanların ən qorxduğu şey yeni bir addım atmaq, yeni bir kəlmə söyləməkdir. İnsanların bir-birini tanıması üçün ən yaxşı zaman ayrılmalarına ən yaxın olan zamandır. İnsanın özündən üz çevirməyə, dünyada olub bitənləri görməməzlikdən gəlməyə haqqı yoxdur. İnsanın ruhunu ucaldan bir əzab ucuz bir xoşbəxtlikdən daha yüksəkdir. İnsanoğlu özünü fəda etməkdə tapdığı xoşbəxtliyi başqa heç bir şeydə tapa bilməz. Xoşbəxtlik, xoşbəxtliyin özündə deyil, onu qazanmaqdadır. Həqiqi sevən ürəkdə ya qısqanclıq sevgini, ya da sevgi qısqanclığı öldürür. Əgər həyatda həmişə xoşbəxt olsam, xəyalını quracaq nəyim qalar? Evlənmə, boşanma işi sırf qadınların əlində olsaydı, bir tək nikah möhkəm qalmazdı. Dünyaya qalib gəlmək istəyirsənsə, əvvəl özünə qalib gəl. Buna əminliklə inanın ki, xalqını anlamayan, onunla əlaqələrini qoparan insan bunu etdiyi ölçüdə yurduna inancını itirər. Ya dinsiz olar, ya da duyğusuz bir odun. Bir insanın həyatının ikinci yarısı ilk yarıda qazanılan vərdişlərin davam etdirilməsindən ibarətdir. Bir çox insan xoşbəxt olduğunu bilmədiyi üçün bədbəxtdir. Bil ki, insanın dəyərini varlığı deyil, yoxluğu göstərir. Unutma, yoxluğu bir şey dəyişdirməyənin varlığı da lazımsızdır.